kəndimizdə yaşayan insanlar əsas etibarilə maldarlıq, heyvandarlıq sahəsində öz həyatlarını qurub yaşayırlar. Əgər bu ətraf meşələrimiz məhv olarsa, bununla birlikdə bunlar heç nə ilə məşğul olmaq imkanları da olmur. Gözəl, sıx, qatı bir meşəlik olan əraziləri yaxın bir 15-20 il ərzində tamamilə məhv elədilər. Artıq orada əvvəllər 100 kvadrat metr ərazidə 10-15 ağac var idisə də, günün reallığında orada 200 metrədə bir ağac qalmayıbdır. Hamısını planlı şəkildə məhv etdilər. İndi də gedin baxın, öz gözlərinizlə şahid olun. Hər yerdə qazıntı işlər aparıblar, yerdə qalan ağaçları da qırırlar. İnsanlar görməsin deyin, mediadan uzaq düşsün deyə qırılan ağaçları da qazıb torpaqla üzərini basırırlar. Amma bu kəndin cəmaatı o meşədən bir dənə ağac kəsib gətirsə belə gəlib onları cərmələyirdilər vaxtıyla. Biz bu meşələri gələcəyimiz üçün, ölkəmiz üçün qoruyub saxlamışıq. Heç kimin isə gəlib buranı dağıtması üçün yox. Tamamilə əmin ola bilərsiniz ki, bu cür buraya toplaşan insanların heç biri o yolu əl ata bilməz. Hamının tək bir istəyi var ki, Gürcüstan konstitusiyasına, Gürcüstan qanunlarına uyğun olaraq bu qazıntı işləri dayandırılsın. Heç kimi burada əl almaqdan söhbət getmir. Bu bizim üçün çox həyatı vacib, ölmə bərabər bir... Əgər burada bu ətrafımızda bu meşələr olmasa, burada nə eləmək olar? Necə yaşayaq?